İstidir olaraq zaman-zaman gənclərə yer ayırmışıq. İstedadı olan, yaradıcılığı olan gənclərə verilişimizdə yer vermişik. Növbəti istidir Səngəçalda. Xoş gördük. Necəsən Cavid? Çox sağ olun, yaxşıyam. Deyir, salam əziz kəlmədir, salam təmiz kəlmədir. Salam insan dilinə Peyğəmbərdən gəlmədi. Bütün insanları, dostlarımızı salamlayırıq hər birimizi. Çox sağ ol, biz də səni salamlayırıq. Biraz verilişimizin qayda qanunundan kənara çıxdıq. Necə? Qonağımızı əvvəlcə həmişə mən təqdim edirdim, amma bu dəfə belə olmadı. Qonağımızı onun təhsil aldığı ocaqda gözlədik və qonağımız gördüyünüz kimi gəldi və onu burada qarşıladıq. Həm də bu Cavid üçün biraz sürpriz oldu, değil mi? Bəli, bəli, əlbəttə ki. İndi burada bizi kim gözləyir? Burada biz hal-hazırda keçim mənim oxuduğum sinifimə, yəni uşaq vaxtından oxuduğum sinifə və bizə yəqin ki, məktəbin rəhbəri burada olacaq. İnşallah siz gedəyin. Və onu da qeyd edeyim ki, elə verilişimizin əvvəlində ki, verilişimizdə sürpriz qonaqlar var. Tanınmış simalar olacaq, Cavidin dostları olacaq. Odur ki, verilişimizi sonacan izləyin. Bugün bu buraxılışımız çox üstü olacaq, getdik. Məktəb illəri, ömrümün ən şirin duyğulu qayğısız günləri. Biz hal-hazırda Səngəçal qəsəbəsində Fəzail Qədimov adına 222 saylı orta məktəbdəyik. Qonağımız da Deyişmə 2 müsabiqəsinin iştirakçısı, Lider TV-də yayımlanan Aşıq Deyişmə müsabiqəsinin iştirakçısı Cavid Mərdəloğludur. Və bu məktəbdə Cavid təhsil alıb və Cavidin müəllimləri və Cavidin indi burada olsa dostları danışacaqlar Cavid haqqında. Çox intizarda sizi saxlamadan keçək içəri. Məktəb illəri, ömrümün ən şirin duyğulu qayğısız günləri. İndi biz Cavidin neçə il əvvəl təhsil aldığını sinif otaqda? Mən birinci sinifdən, hardasa 5-ə kimi mən bu sinifdə oxumuşam. 5-ci sinifə kimi. Həmin bax bu sinifdə təhsil alıb, indi görəcəyiniz sinifdə təhsil alıb Cavid və Cavidin orta məktəb müəllimi də məhz bu sinif otağındadır. Salam əleykum, olarmı? Xoş gördük sizi. Siz Cavidin ibtidai sinif müəllimi. Bəli, bəli. Eləmi? Neçə ildir Cavidi belə istedadına bələdsiz? Cavid elə ilk günlərdən yaxşı şagird kimi tanımışam. Həmi dərsdə, həmi istedadda, axırıncı şansına o qədər vurulmuşam Cavidin. Özüm istəmirəm ki, nə bilim, sevincimdən bilmirəm nə deyim Cavidə. Çünki Cavid həm dərsdə yaxşı özünü aparırdı, yaxşı oxuyurdu, əlaçı idi, məktəbin hörmətini qazanmışdı. Bizim Məmməd Əzizxan müəllim ona hörməti daha böyük idi. Çünki həmişə istedadlıları axtarırıq biz. Çox sağ olun ki, siz də Cavidi axtarıb mənim üçün gətirmişsiniz, müəlliməsi ilə görüşdürürsünüz. Mən çox minnətdaram sizə ki, bu verilişdə məni dəvət eləmişsiniz. Cavid həm istedadı, həm də onun bu musiqi istedadı məni ən sevindirici Cavid dərslərini necə oxuyurdu? Şagird gözəl, yaxşı idi. Əlaçı idi yoxsa? Yaxşı idi, çox gözəl idi. Yəni ki, başqalarına nisbətən Cavid çox yaxşı oxuyurdu. Özü dərsdə əsas oxumağım da səbəb odur ki, uşaq özünü düzgün aparanda, dərsdə fəal olanda, müəllimin sözünə baxanda, müəllim dediklərini yerinə yetirəndə, o oxumağı təmin edirdi, yəni o mənada deyirəm. Cavidlə mən çox razılaşıram. Cavid şuluq eləyəndə, dərslərini bilməyəndə bir qulağını vurmuşsunuzmu? O qulaq buruma demirlər ona. Yəni bir əl çəkərsən də şagirdə. Qulaq buruma yox, əl çəkirdiniz? Başından mı? Baba, belə çəkirdim. Cavidim mənim fəxrimdir. Cavid mənim fəxrimdir. Cavid hansı partiyada əyləşirdi? Harda əyləşirdi? İstəyirəm, Cavid əyləşəsən orada, sən gəl mənim yanıma. Sən şansın düşdü, ulduz olacaqsan, gəl bura. Cavid, keç əyləş orada. Adın nədir sənin? Rəvan. Bax, sən əyləşdiyin partiyada Cavid keçmişdə əyləşib və indi aşıqdır və tanınmış bir insandır. Sən də gələcəkdə tanınmış insan olmaq istəyirsənmi? Bəli. Nəçə olmaq istəyirsən? Polis. Polis olmaq istəyirsən? Əla. İstəyirəm ki, Cabbar çəkəsən Cavidi və müəlliməsinin ətrafında və biraz Cavidi keçmişə qaytaraq.
Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri her anı bir ömre beraber Bir anlıq hardasa o uşaq dövrləri yaşadım. Yəni müəllim parta arxasında oturmağı. Deyir burada usta deyib ki, təhsilimi vurdum başa mən artıq, həyat mənə deyir gəl sevgilim. İllər boyu oturduğum partanı indi sənə tapşırıram sevgilim. Gözəl olur orta məktəb illəri, dilə gəlsin qəlbimizin mətləbi. Toy eləyək el adəti eldəmi? Şadlıq olsun dönə-dönə sevgilim. Mən bütün şagirdlərə burada uğurlar arzulayıram. Səsləri yüksəklərdən gəlsin həmişə və o belə deyərdim də o məktəb illərinin dəyərləndirsinlər, qədrini bilsinlər. Biz növbəti məkana yollanırıq. Orada da bizi məşhur bir ustad gözləyir, Cavidin ustadı gözləyir. Aşıq xan Musa gözləyir bizi. Getdik. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri her anı bir ömre beraber seyirli günleri en temiz arzulu günleri. Aşıq xan Musanın yanına gəlmişik və istəyirəm elə Cavid saz ifa eləyə-eləyə, söz deyə-deyə ustadının huzuruna gəlsin. Getdik Cavid. Heç bir xəzinədən tapılan deyil, heç bir xəzinədən tapılan deyil. Sənin nə qızılın, nəzərin Bakı, ey, sənin nə qızılın, nəzərin Bakı. Sən bizə yanasan, biz sənə övlad. Sən bizə yanasan, biz sənə övlad. Olur üstümüzdə nəzərin Bakı, ey, olur üstümüzdə nəzərin Bakı, nəzərin Bakı, nəzərin Bakı. Bir elimde tesbih, birinde asa. Çıktım karşınıza, yan basa basa. Sizi karşılayır, salamlayır Aşıq xan Musa. Vay. Sizə deyir, xoş gəlmisiniz, səfa gəlmisiniz. Həmişə siz gələsiniz, xoş gəlmisiniz. Çox sağ olun Aşıq, çox sağ olun ustad. Elə Cavid verilişimizin qonağıdır. Dedi ki, elə mənim bir ustadım var Aşıq xan Musa. Onun yanına getməsəm olmaz. Biz də elə sizin adınızı tutub gəldik yanınıza. Çox xoş gəlmisiniz, çox səfa gəlmisiniz. Sizin gəlməyə ixtiyarınız var, bizim də qəbul etməyə ixtiyarımız elə var ki, elə 100%. Cavid necə şəhərdə olub? Cavid çox yaxşı şagird olub. Çox ürəkdən şagird olub. Mənim istədiyim kimi şagird olub. Mən istədiyim kimi şagird olub deyəndə mən özümü təqdim edeyim də. Mən necə şagird olmuşam. Buyurun. İndi Allah'a şükür maşın, hər tərəf asfalt, hər tərəf yaxşı. Sonra aşıqlarımız çox. Hər yerdə. O vaxt biraz aşıqlar da az idi. Bu kənddən o kəndə getmək üçün bu kənddən o piyada getmişik. El olub 5 kilometr, 6 kilometr. Mənim ayağım... Siz kimin şagirdi olmuşsunuz? Mən Aşıq Abbas Söhbətovun. Aşıq Abbasov da Aşıq Bilalın şagirdi olub. Mən şagirdiyəm. Bilal kişini də görmüşəm, onun məclisində oturmuşam, baxmışam, görmüşəm, demişəm Allah, ya mənə bir eşq, ya mənə bir ölüm. Bu nə gözəl şeydir, bu nə gözəl sənətdir, belə. Axırda gəldi, qoyunumuz vardı da, bu Novata gedirik, bu tərəkəm adamları qoyun. Bir balaca kömçədən özümə bir yaxşı saz düzəltdim, simim filan, aşın yoxdur onda. Deyim sənə, yoxdur. Deyil danışıram, qoyun otarıram özüm üçün o düzlərdə. Sonra çağırıram, oxuyuram. O qədər öz-özümə ləzzət eləmişəm ki, bir vaxt gördüm ayağımdan qışqırırlar, ha, qoyunu canavar qırdı, qaybala. Nə qoyunu canavar qırdı. Oradan tikəlib, mən gəlincəm, qoyuna çatıncan bir 20-sinə qıft eləyir. Bax, o cürə həvəskar. Caviddə də o həvəs varmı? Məncə gərək var. Çünki Cavid bugünkü sizə zəhmət verir, sizi dəvət edir. Bura, bu sənət aləmidir.
ki, sizin bura gəlməyiniz, o deməyi sənət aləmində. Əgər onun həvəsi olması deməz. Dağcı deyir ki, can verəndə sevgisinə, gəl başım üstə bir əyləş. Can verir, burada kəlmə şəhadət lazımdır ki, ya cənnətə gedəcəyim, cəhənnəmə gedəcəyim, cənnətə. Doyunca bağırı baxın can verən zamanı sənə. Gəl, başım üstündə əyləş, sevgisinə deyir. Doyunca bağırı baxın can verən, bu eşqdir. Doyunca bağırı baxın can verən zamanı sənə. Ona görə mən bu sözləri deyirəm ki, eşq, məhəbbət insanı hər yerə çıxarlar. Əla. Elə mən də istəyirəm ki, bu sənətə olan Cavidin məhəbbətindən və sizin də bu sənətə hər zaman məhəbbətiniz olduğundan Cavid kimi şagirdlər yetişdirmisiniz. İstəyirəm ki, Cavid nəsə ifa eləsin, siz də bir şeirdən bir mahnıdan da orasını siz bilirsiniz. Nəsə bir nəsə bir şey oxuyasınız. Deyir ki, ağrın alım telli sazda, bir ruhani çal ay aşıq. Ürəklərdən xəbər versin, vurduqların xal ay aşıq. Axır bəndində deyir ki, bilməsən bu dastanları, onda budur sözün canı, axtar aşıq xammusanı, gəl yanında qalay aşıq. Mən 38 dastan bilirəm. Bu 38 dastan, demək 20'si klassiklərdir. Bu birilər xırda-xırda dastanlardır. Bunların hamısını mən əzbər eləyib, xalqımın içində demişəm. Dağlar başı yayda yazda, dağlar başı yayda yazda, çənli dolar, çənsiz dolar, çənli dolar, çənsiz dolar. Xeyr işdən qalma geri, xeyr işdən qalma geri. Sənli dolar, sənsiz dolar, sənli dolar, sənsiz dolar. Ne diyesen seven kese, ne diyesen seven kese. Bülbül sığmazlar qəfəsə, bülbül sığmazlar qəfəsə. Qocasan da bizdən nəsə, qocasan da bizdən nəsə. Umanlar hələ var hələ, umanlar hələ var hələ. Arxamızha gəlin bizdə, haqqı görək gözümüzdə. Arxamızha gəlin bizdə, haqqı görək gözümüzdə. Çox şükür ki dizimizdə, çox şükür ki dizimizdə. Aman var hələ var hələ, aman var hələ var hələ, aman var hələ var hələ. Ay aman var hələ var hələ, gəl anam qurban yey, ölürəm aydaz meydadə. Yar gerek yarın geydine, yar gerek yarın geydine. Kana yalvara yalvara, kana yalvara yalvara. Min nazınan kol boynuna, min nazınan kol boynuna. Sana yalvara yalvara, sana yalvara yalvara, yana yalvara yalvara. 88 yaşlı bir ustad, 90 yaşlı bir ustad aşığın canlı ifası həqiqətən də möhtəşəmdir, əvəzsizdir. Sənəti olanda da gərək belə sənətin ola ki, harda, necə olmasından asılı olmayaraq, neçə yaşında olmasından asılı olmayaraq, elə deyilən vaxt ifa eləyəsən. Və sənət budur. Sənət budur, həvəs budur. Çox sağ olun, ona görə çox sağ olun ki, bax, 90 yaşınız var. Əziyyət oldu, bilirəm, əziyyət verdik sizə. Amma yox demədiniz, oxudunuz da, şeir də dediniz, şagirdinizlə yan-yana əyləşib onun sevincinə, belə deyək, pay da çıxdınız, onun sevincinə şərik də çıxdınız və bunun özü əsl
sənətkarlıqdır. Bunun özü əsl dəstəkdir. Allah sizi kimi sənətkarlarımıza ömür versin, ömrünüz uzun olsun və yaşadıkça da Cavid kimi, Əli kimi və digər yəni tanıdığım, tanımadığım bütün şagirdləriniz kimi şagirdlərinizin sayı çoxalsın. Biz də növbəti məkanımıza yollanırıq. Bu məkanda sürpriz qonaqlarımız var və Caviddən də gözəl aşıq mahnıları olacaq sizlər üçün. Bizimlə qalın. Yemim oğlu dayanma gel, zalim oğlu dayanma gel, bezbah oğlu dayanma gel. Cavidin gedən yolu gül olsun, çiçək olsun. Necə dedim? İndi sən cavab verməlisən oğlum. Mən edirəm, əzizdirəm, istidir. Doğrudan çay istidir. Başdan başa tamaşadır bu vətən, başdan başa tamaşadır bu vətən. Atlaz meşə yaşıl yavaz göyçəmə. Burada kimi görmək istəyərdin? Burada mənim dostum, aşıq sənətini təbliğ eləyən, dostum, qardaşım, belə deyərdim, ustadım. Yəni ustadımın birinci şairdidir, mənə də ustad düşür. İstəyərdim Aşıq Əli burada olsun, Sonra? böyük kimi. Və istəyərdim sonra bizdə sizin Lider kanalında yayımlanan Zarafatsız proqramının zarafatsız aktyorları istəyərdim burada olsun. Elşadla İslam bəli. Cavid, biz sənin arzunu həyata keçirmişik və sürpriz qonaqlar deyirdim bayaqdan tamaşaçılarımıza. Sevimli Aşıq Əli buradadır. Bizim çox dəyərli, çox istəkli Aşıq Əli buradadır. İndi biz artıq hiss eləyirik ki, o gəlir. Çünki onun avazını eşidirik və Zarafatsızın hər zaman tamaşaçıları güldürən simaları Elşadla İslam da buradadır.